böyük insanlara pislik eləmək, xüsusilə mənəvi insanlara, övliyalara pislik eləmək, fəqihlərə pislik eləmək, alimlərə, görürsən, məsələn, təqvalı insanlara pislik eləmək. Bir var, bir nəfərə pislik edirsən, məsələn, o insanın Allah yanında elə də məqamı yoxdur, deyək ki. Bir də var ki, elə adam pislik edirsən ki, başını qaldırsan, mələklər hamısı qarışacaq bir-birinə ki, bunun kimin ciddi. Belə insan, belə günahlar daha pis təsirə malikdir, uzun müddətli təsirə malikdir və günahkar insanda elə bir məyusluq yaradır ki, onun tövbə eləməyi çətinləşir. Qeyri-mümkün olur deyə bilmirik, amma çətinləşir. Məşhur əhvalat da var, deyir, bir nəfər deyir ki, mən Kəbəni ziyarət edirdim, gördüm bir nəfər dəli kimi qatır yapışır Kəbənin pərdəsindən, deyir, ay Allah, məni bağışla, məni bağışla, məni bağışla. Birdən ildırım vurmuş adam kimi geri qaçır, deyir ki, yox, sən məni bağışlamazsın. Yenə qaçır, yapışır pərdədən, yenə soruşdum, bu kimdir? Dedi, Kərbəla qatillərindən biridir. Tövbə də eləyə bilmir. Bu, mühüm məsələdir. Şərəfli insanlara pislik eləmək.